Salam hörmətli şagirdlər. Növbəti mövzu sınağı 11-in suallarının izahına başlayırıq. Birinci sual. Hecalanma zamanı şəkilçinin parçalanaraq müxtəlif hecalara düşdüyü sözlər hansıdır? Sözləri əvvəlcə hecalayaq. O, xu, ma,ğım. Deməli, burada maq şəkilçisi ayrı-ayrı hecalara düşdü. Bu səbəbdən verilən şərti ödədi. Pam, bıq, çı, lıq. Burada isə çı ayrı, lıq ayrı, həm də ayrı-ayrı hecalardadır. Kasıb, lığım. Burada şəkilçi lığdır, amma hecalanma zamanı lığım şəklində olur. Deməli, 3-də götürülür. Güllərin. Larlər şəkilçisi var burada da. Larlər şəkilçisi də hecalanma zamanı parçalandı. Güllərin şəklində oldu. 4-də götürürük, amma məktəb lidir. Hecalanma məktəb lidir oldu. Kimi qaldı? Deməli, doğru cavabımız 1, 3, 4, B variantı. İkinci sual. Hansı nümunədə hər iki misrada sinonim cütlük işlənib? Baxaq. Dağlara səs düşsün, çöllərə səda, səs-səda var, amma gürlayan sellərin dillə səsini yoxdur. Ha, getdi. Çal həmin mahnını, həmin havanı. Hava, mahnı, sinonim isimlər. Ellər, obalar, sinonim isimlər. Deməli, hər iki misrada sinonim cütlük var. Cavab B. C bəndində yurdum, yuvam var, amma ikinci misrasında yoxdur. Hey uçsam da yuvam sənsən. Elim, günüm, obamsansa, elim, obam var, amma birinci misrasında yoxdur. Var olsun şeirimiz, şairlərimiz yoxdur, amma ikinci misrada gül çiçək var. Yenə də olmur. Doğru cavab B. Üçüncü sualımız. Birində frazeoloji birləşmə işlənməmişdir. Konfransın aparıcısı məruzəçilərə söz verib, səhnəyə dəvət edirdi. Söz verib, işlənib. Rayonun su probleminin həll olunacağını rəhbərlik səviyyəsində əhaliyə ümid verilmişdi. Ümid verilmək. Baş məşqçi gələn oyunda yerli qapıçıya şans verəcəyinə and içmişdi. And içmək var. Müəllim hər uşağa fərdi yanaşırdı, lakin şagirdlərin bəzisi müəllimin başında qoz sındırırdı. Qoz sındırmaq var. Yaşı az olsa da belə ciddi problemin həlli üçün natiqə də kömək etdilər. Kömək etmək mürəkkəb feil sayılsa da frazeoloji birləşmə deyil. Doğru cavab Y. Dördüncü sualımız. Uyğunsuzluğu müəyyən edin. Deməli, əhali toplu isimdir, düzdür, ümumi isimdir, düzdür, konkret isimdir. Doğru cavab. İnci böyük hərflə yazıldığı üçün xüsusi isimdir. Deməli, konkret isimdir. Yəni, ümumi və toplu deyil. Dalğa böyük hərflə yazıldığı üçün yenə də konkret isimdir. Adam adıdır, xüsusi isimdir, ümumi isim deyil. Deməli, uyğunsuz cavab elə C olacaq. Şəhər həm ümumi, həm də konkret isimdir. Alay həm toplu, həm ümumi, həm də konkret isimdir. Deməli, bu da oldu. 4-də doğru cavabımız C bəndi. Beşinci sual. Xüsusi isim hansı şəkilçili işlənmişdir? Baxaq, Şah İsmayıldır mənim adım, aləmi yandırır mənim odum. Bəli, burada Şah İsmayıl, dır var burada, dırdır, durdur, xəbəri şəkilçisidir. Doğru cavab C. Deməli, 6-cı sualda doğruda doğru, yanlışda isə yanlışı götürəcəyik. Sözün hansı nitq hissəsinə aid olduğunu bilmək üçün onun başlanğıc formasına sual vermək lazımdır. Doğru fikirdir, biri götürürük. Çıxışlı halda olan isimlər hərəkətin istiqamətini və son nöqtəsini bildirir. Xeyr, hərəkətin başlanğıc və ya çıxış nöqtəsini bildirir. 2 yanlışdır. 2 olan cavabları da atırıq. Və yanlışda da yanlış axtarırıq. Burada 1, 3 olacaq. Sözlərə yönlük hal şəkilçisi artırıldıqda həmişə n yox, y daha çox biçdirici samitdən istifadə olunur. Ona görə doğru cavabımız A bəndidir. 7-ci sual. Hansı sırada nöqtələrin yerinə ulu saitlər yazılmalıdır? Baxaq. Kompot O, Kəl ağayı A, Toy büsat Ü. Burada elə doğru ödəyir. Biri götürürük. 2-də avtoqraf apostrof O yazılmalıdır. Ona görə də bu səhvdir. Laborantda A yazılmalıdır. Ona görə də bu da səhvdir. Bloknotda da O, asudədə U. Vertolyot O, pedagogika A, fakültə Ü. Deməli, 1, 4. Doğru cavab
B bəndi. 8-ci sual. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Yəni, nitq hissəsi fərqlənir. Mənalı, əzmkar, qoca, ürəkli, hamısı sifət, məktəbli isə isimdir. B bəndi. 9-cu sual. Sinonimlər və antonimlər üçün ortaq xüsusiyyət hansıdır? Eyni mənalı bildirir, xeyr. Bir-birinin əks mənalı bildirir, xeyr. Eyni nitq hissəsinə aid olur. Bəli, doğru cavab C. Yaxın mənalı bildirir, xeyr. Daha çox elm sahəsində işlənmir, xeyr. 10-cu sual. Deyir, çoxmənalı söz və amonim sıralamasını nəzərə alsaq, nöqtələrin yerinə hansı sözlər yazılmalıdır? Alçaq çoxmənalı, təyin, amonim və çoxmənalı və amonim. Baş çoxmənalı, qovaq, amonim. Deməli, çoxmənalı və amonim seçəcəyik. Burada çoxmənalı, deməli, çən sözü amonimdir. Ona görə sıralama pozuldu. Tutmaq və boyun, boyunun amonimliyi yoxdur. B getdi. Boz çoxmənalıdır. Tar isə amonimdir. Doğru cavab C. İmla çoxmənalı deyil, şəhər çoxmənalı deyil. 11-ci sual. Qurğudakılarda sözün tərkibə görə düzgün sxemini müəyyən edin. Qurmaq sözün kökü, ğ-gi-u-gi leksik, daki-daki leksik, lar və dar şəkilçisi də qrammatik, 2 leksik, 2 qrammatik, kök, leksik, leksik, qrammatik, qrammatik. Doğru cavab A. Növbəti sual 12-ci sual. Bir növbəli və bir otaqlı sözlərin fonetik xüsusiyyətləri ilə bağlı ortaq fikirləri müəyyən edin. Deməli, yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bir növbəlidə fərq yoxdur. Bir otaqlıda bir var. Ortaq deyil. Bir olan variantları çıxırıq. Deməli, iki səsin sayı ilə hərfin sayı eynidir. Bəli. 2 doğrudur, ortaqdır. Bütün hecalar samitlə başlayır. Bir növbəli, bir otaqlı, xeyr. O saitlə başladığı üçün 3-ü götürmürük. 3 olan bəndi də atdıq. Deməli, doğru cavab 2, 4, 5. Amma 4 hecalıdır, bəli, ortaqdılar. Və uzun tərsi olan sait hər birində də yoxdur. A bəndi. 13-cü sual. Verilmiş sözlərdə neçəsi ümumi isimlə xüsusi ismə keçmişdir? Nilüfər çiçək adıdır, keçmişdir. Tehran xüsusidə xüsusiyə keçib. Dərya ümumidə xüsusi tamam sifətdir. Sara yoxdur. Anar feildir, ülvi sifətdir. Nadir sifətdir. Yeganə sifətdir. Coşqun sifətdir. Qəhrəmandır sifətdir. Doğru cavab 2 B bəndi. 14-cü sual. Hansı sözün yazışı deyilişi arasında daha çox fərq var? Daha çox fərq var. Əminlik, l-nıya, k-ihə 2 fərqli məqam. Hasarlamaq, l-rıya, qı-xıya 2 fərqli məqam. Azadlıq, t, d və də x 3 fərqli məqam. Sömüyən, bir dənə fərqli məqam, üyə keçir. Dərdli, 2 fərqli məqam. Deməli, 3 fərqli məqam olan sadəcə C bəndi oldu. 15-ci sual. Salmaq feilinin əvvəlinə hansı söz artırılsa, frazeoloji birləşmə yaranmaz. Yada salmaq, ürəyinə salmaq, ələ salmaq, gözdən salmaq, əlindən salmaq. Deməli, cavab əlindən salmaq olacaq. Yəni, frazeoloji birləşmə olmur. 16-cı sual. Hansı variantda bitişdirici samit işlənmişdir? Mənafi, yi. Elə doğru cavab A-dır. Kosmos sözün kökü, eynək, k-yi əvəzlənməsi olub. Köpük, k-yi əvəzlənməsi, ipək, k-yi əvəzlənməsi doğru cavab A-dır. 17-ci sual. Şövqlə sözünün izahı hansı variantda verilib? Bu, böyük həvəslə deməkdir izah lüğətdən. Ona görə də A bəndidir. 18-ci sual. Doğru və yanlış xanasındakı uyğunsuzluğu, yəni səhvi müəyyən edin. Daraş sadə sözdür. Bəli, amma yanlışda verilib, doğruda yazılmalıydı. Elə doğru cavab da A olacaq, amma digərlərinə baxaq. Düyün düzəltmə sözdür, doğru. Biyoloji sadə sözdür, amma düzəltmədə verilib və yanlışda verilib. Qapaq sadə söz deyil, düzəltmə sözdür, yanlışda verilib. Ürkək, ürkmək feilindən yaranıb. Bu da doğrudur. Düzəltmədir. Deməli, doğru cavab A bəndi. 19-cu sual. Hansı sözün başlanğıc formasında qarşılığı olmayan 2 samit işlənmişdir?
Deməli, burada qarşılığı olmayan başlanğıc formada nəbatat sözünün başlanğıc forması budur. N qarşılığı olmayan bir dənədir. Mündəricat sözünün başlanğıc forması mündəricat olur. Burada M, N, R 3 ədəd olur. Bizə 2 istənilir. Qlobuslar sözü qlobusdur. Burada bir dənə L-dır. Portret sözünün də başlanğıc forma R və bir dənə də R. Doğru cavab D olacaq. Əl-cənablıq sözündə L, N və L olacaq. Ona görə də 2 dənə doğru cavab D bəndi. Nəhayət 20-ci sual. Sözlərdən birinin həm leksik, həm də qrammatik mənası var. Yəni, əsas nitq səsidir. Savayı ötürü ilə, amma deyil. Y bəndi olur. Bəzi sözüdür. Yəni ki, mətni oxumusunuz. Burada deməli, suallara keçid eləyirik. Nömrələnmiş sözlərdən məcazi mənada olanları seçin. Burada nömrələnmiş hamısı çox istəmək həqiqidir. 1. Daha sonra xəbər tutmaq məcazidir. 2. Üçüncünü tapağın. Deməli, üçüncünü gözümlə bir də baxım. 2. Bir də cəsarəti çatmır. 3 buradadır və heyrət edirlər buradadır. Heyrət edirlər, heyrət etmək olmaq məcazi deyil, həqiqidir. Cəsarəti çatmır 3 və 2 doğru cavab B bəndi olur. Növbəti sualımız 22. Böyük və ortancıl qardaşı birləşdirən xüsusiyyət kimi verilə bilməz. Mətnlə tanışsınız. Deməli, hər bir vəziyyətdə ataların sözünə əməl etmək kimi bir ortaq xüsusiyyət verilə bilməz. Doğru cavab C-dir. Mətnin son cümləsində kursivlə verilən sözə ən uyğun hansı ifadə olar? Burada qiymətli olsa da, yəni cavahir nə qədər qiymətli olsa da, nə qədər dəyərli olsa da deməkdir. Ona görə də doğru cavab A-dır. Mətndə danışılan cəvahir haqqında hansı fikri əminliklə inkar etmək olar deyilir. Burada tacir cəvahiri satıb pulunu kiçik qardaşa vermişdi. Bu qəti şəkildə bununla razılaşmaq olmur. Ona görə də doğru cavab C-dir. Çox qiymətli idi, var idi, tacir atasından qalmışdı, mübarizə aparmışdı, bilmək olmur. Yəni qəti şəkildə inkar etmək olmur. Ona görə də doğru cavab C-dir. Mətndə tüm qara hərflə verilmiş sözün kontekstə uyğun mənada işləndiyi variantı seçin. Kontekst, yəni mətnin məzmununa uyğun. Burada qara hərflərlə al bunu yerə çal qırılsın. Deməli, bizə sonuncu sualımızda şirənin şüşəsini daşlara çaldı, bax bu olacaq. Yəni yerə çırpmaq mənasını ver, qalxmaq mənasını ver. Xatun nə qədər qatıq çalsa da, aşıq sazın sinəsinə taxıb ifa etmək hava çaldı. Otu çalıb, yəni qopardı, zəng çalındı, yəni vuruldu, zəng vuruldu. Ona görə uyğun gəlmir. Doğru cavab elə A bəndidir. Bu qədər. Hamınıza bol-bol uğurlar.